Allah'ın salamı olsun hidayətə tabi olanlara. Əziz müsəlmanlar, gözəl dostlar. Mələk mənə bir olur ürəyə gəlir, bu dəfə ürəyimə gətirdi. Bir də olur ki, mələklər məndə məsələn mələk lazım olanda, yəni mənə çətin olanda, yaxşılıq üçün bir dost kimi Allahımız buyurur mələklər, biz möminlər vəfat edərkən deyəcəklər ki, biz dünyada da, axirətdə də sizin dostlarınızdır. Dünyada da, axirətdə də. Bir dost kimi yaxşılığı yada salır, bilirik ki, mələklər Allah tərəfindən, Allahımız hər şeydən uca olan, gözəl Allah tərəfindən möminlərə yardım üçün göndərilir. Bildirir və indi də bildirdi ki, nəyi deyim. Mən çox vaxt, bəlkə də hamıda olur bu, qablar yığılıb qalanda, elə bir işim olmur, qablar yığılır, yumağa, elə bir yaxınlaşdıqca qab yumağa görürəm ki, ərinirəm, elə bir çətinlik gəlir mənə, elə bir ağırlıq gəlir. Vəsvəsə də bayaq gəldi ki, yəni ürəyimə gələn oruca vəsvəsədir, çünki yaxşı işi görməyi dayandırandır. Şeytandan vəsvəsə gəldi ki, onlar şeytanlar olur, cin şeytanlar. Fikir gəlirdi, elə bir ki, adam elə bilir ki, öz fikridir, əslində hamıda olur bu. Vəsvəsə Peyğəmbərlərimizə də gəlir. 22-ci surənin 52-ci ayəsinə baxın. Gəldi ki, ürəyimə vəsvəsə olaraq güya az yatmışam, maşallah, bu dəfə az yatdım, maşallah, yəni durub özümü təhrik elədim ki, durum yatmayayım. Şükür Allah, dualarım qəbul olunur, maşallah. Allah diləyənə verir, israrlı olaraq diləyək. Ki, güya yuxsuzam, güya əlimi suya vursam, güya diksinərəm də, belə. Və mələk Allah bildirdi ürəyimə, yəni mələk toçqası da var ürəkdə, şeytan toçqası da var, cin toçqası. Cürbəcür, yəni Allah deyir ki, cinlər sağdan, soldan, aşağıdan, yuxarıdan, siz görmədiyiniz yerlərdən sizə təsir edərək sizə cürbəcür vəsvəsə verirlər də, yəni kimisə təkcə ürəyinə gəlməklə deyil. Quranda var hamısı. O ayələr yığıb paylaşmışam. Zapsi, yəni postlar adlı bölmədə kanalım. Mələklərə də aid, ruhlara da aid, cinlərə də aid, vəhlərə də aid paylaşmışam. O ayələrin nömrələrini araşdırın inşallah. Hər bir müsəlman öz maddi və mənəvi dəyərlərini digərlərlə paylaşmalıdırlar. Borcumuzdur bu və Peyğəmbərimiz də belə olur. Xeyirlərini də, xeyirli dəyərlərini də, yəni gözəl dəyərli olan maddi və mənəvi dəyərləri paylaşmalıdırlar. Müsəlmanlar beləliklə, birlikdə qurtuluşa çatacaqlar, çatmalıdırlar. Və mən də ona görə paylaşıram. Uzatdım, nəyə deyirdim, yadımdan çıxdı bir dəqiqə. Yəni ki, ürəyimə gəldi ki, yəni Allah ürəyimə gətirdi ki, Bismillah elə. Bismillahirrahmanirrahim. Yəni, Bismillahirrahmanirrahim deyən kimi, inan o, bayaqdan gedəmirdim, ağırlıq gəlir, yox, çətindir, yox, istəmirəm, yox, yəni ürəkdə özünü təhrik etmək, qabları yumaq istəyirdim, çox ağır olur belə, hansısa işi görmək istəyirsən, yaxud ağırlıq gəlir ki, yox, güya çətindir, eləmək mümkün deyil, güya çətin olacaq və eləyə bildim. Bismillahirrahmanirrahim deməklə. İndi deyəcəm, Bismillahirrahmanirrahimin qazandırdığı nədir bizə? Dünya görüşümüzdə, təfəkkürümüzdə, düşüncə və şuurumuzda indi deyəcəm. İnşallah bunu bir yerdən yığmışam. Allahı sevən
videonu axıra qədər dinləyəcək. İndi bir söz deyim, mənim bir qohumum var. Hamıda olur ki, yəni dedim 22-ci surənin 52-ci ayəsinə baxın. Və digər ayələrdə məsəl üçün Allahımız buyurur ki, söz, iş və əməllərinizdə Allahdan, Peyğəmbərdən önə keçməyin. Allahımız buyurur ki, Quranda hər şey başlarkən Allahın adı ilə başlayın. Bismillahirrahmanirrahim deyək yəni. Və Allahımız buyurur ki, Allah zalimları lənət eləsin. Yəni, özünə də zülm eləmək zalimlikdir. Birinci növbədə ailəsinə, özünə pislik eləyən, yəni, bacardığı yaxşılığı eləməyən cəhənnəmə zəlil olaraq girəcəkdir ən pis təbəqəsinə. Və Allahımız Quranda buyurur ki, siz Qurana düzgün əməl etmədikcə dini baxımdan doğru sayılan, Allah qatında məqbul sayılan heç bir şey üzərində deyilsiniz. Kimin sözü Allahın sözündən doğru ola bilər ki? Hamı Allahı tanıyır, mən Allahı tanıtmayayım sizə, ancaq Bismillahirrahmanirrahim, Bismillah sözünün nə olduğunu, ümumi-bəşəri dəyərlərin adı olan İslamın dəyişməyən dəyərlərindən biri də Bismillahdır. Ümumi-bəşəri dəyərlərin adı olan İslamın dəyişməyən dəyərlərindən biri də Bismillahdır. Bismillah həyatımızı Allaha bağlayan bir körpüdür. Kim istəməz ki, həyatı Allaha bağlansın? Ancaq inan ki, insan şeytanlar istəyir bunu. Sadəcə ürəklərinin dərinliyində istəyirlər. Ancaq cəhd eləmək lazımdır. Yəni, iradə azadlığımız var. Bismillah maddi həyatımızı mənəvi həyata calaşdıran əlaqədir. Bismillah ürəyimizi şah damarımızdan da bizə yaxın olan Yaradanla birləşdirən naqildir. Bismillah şah damarımızdan da bizə yaxın olan Yaradanla birləşdirən naqildir. Bismillah dünyanı axirətə, faniliyi əbədiyyətə, yaradılanı Yaradanla əlaqələndirən bir səbəbdir. Hər kəs görəcək ki, sonda hər kəs görəcək ki, Allahın tərzinə uyan udacaqdır, dünyanın tərzinə uyan yox. Və unutmayaq ki, Allahımız Quranda buyurur ki, Allah öz lütfüne, yəni Allahın lütfüne, böyük hərflə öz yazılmalıdır orada. Çünki balaca hərflə öz lütfüne deyəndə elə öz məncədə elə deyil. Allah öz lütfüne, Allahın lütfüne sığınanları Quran vasitəsilə sülh, əmin-amanlıq yollarına çatdırar, düz yola çatdırar, düz yola salar və onları zülmətlərdən nura çıxardır. Allahın lütfüne sığınanları. Ya Rəbbil aləmin, rəhm elə bizə, üzərimizə səbir yağdır və Müslüman oluraq canımıza. Amin, ilahi, amin. Onu deyirdim ki, qohum deyir ki, bir cürbəcür söhbətlər olub, birini deyim, deyir, qab yuyanda, iş görəndə, deyir, o yəni zirəkdir, elə hey iş görür. Deyir, daima ürəyimdə kimlənsə dalaşıram, deyir. Yəni, elə adamlar var ki, daima kimlənsə intriqa saxlayır. Pisdir, aralaş, yaxşıdır, qəbul eləməlisən. Yaxşılığa yaxşılıqla cavab verməlisən. Ancaq ürəyində iş görə də kimlənsə dalaşmaq, bu təkcə Bismillah deməklə qurtarmır. Onu da deyim ki, bu Allahın bir ayəsidir. 6236 ayə var.
Bismillah deyib başlayırsan, Allah buyurur ki, söz, iş və əməllərinizdə Allahdan önə keçməyin. Yəni elə bilməyin ki, filfilo kimi, yəni əstəğfurullah, yəni bismillah deyəsiz, gedəsiz, hər şey rəvan olacaq işləriniz. Xeyr. Digər ayələr də var. Və unutmayaq ki, başqalarına yaxşılıq arzu eləməyən, yaxşılıq əlindən gəlməyən, eləməyən, zəifləri tapdalayanlar nicat tapmayacaqlar. Sağ olun. İnşallah Peyğəmbərimizin yoluna uyanlara aleykum salam deyirəm. Allah rəhm eləsin hər birinizə. Amin. Sağ olun.